Salam dostlar, hamınızı xoş gördük. Deməli, bugün İbn Rüşd haqqında danışmaq istəyirəm. İbn Rüşd bildiyiniz kimi müsəlman coğrafiyasının, müsəlman dünyasının böyük filosoflarından biridir. Və təbii ki, o təkcə filosof deyil, həm də böyük bir fəqihdir, teoloqdur, din alimidir və s. Yəni, İbn Rüşd ensiklopedik biliyə sahib böyük bir mütəfəkkir, müsəlman mütəfəkkir hesab edə bilərik. Lakin mən istəyirəm, burada İbn Rüşd haqqında deyilən bir fikrə aydınlıq gətirim. Bildiyiniz kimi, İbn Rüşd haqqında belə bir iddia var ki, İbn Rüşd sekularizmin belə deyək, əsas təsisçilərindən biri olub və Avropada sekularizmin ortaya çıxması, yayılması bu İbn Rüşdün fikirləri ilə əlaqəlidir. Çünki İbn Rüşd öz əsərlərində bu fikrə yol açacaq bir fikir ortaya qoyur. Mən istəyirəm bu barədə danışım. Ondan qabaq İbn Rüşd haqqında bir məsələni qeyd etmək istəyirəm. Deməli, İbn Rüşd təəssüf ki, müsəlman cəmiyyətində, müsəlman filosoflar arasında çox diqqət görməyibdir. Bu çox təəssüfləndirici haldır. Yəni, biz müsəlman filosofların əsərlərinə baxanda, İbn Rüşddən sonra yaşayan təbii ki, müsəlman filosofların əsərlərinə baxanda görür ki, İbn Rüşd orada yoxdur. İbn Rüşdün fikirlərinə istinad olunmur. Və çox maraqlı bir faktdır ki, İbn Rüşdün fikirləri onun Yəhudi və Xristiyan tələbələri tərəfindən yayılıb, qorunub və günümüzə dək gəlib çatıbdır. Bu təəssüfləndirici bir haldır. İkinci bir məsələ isə İbn Rüşd həm müsəlman dünyası, həm Xristiyan dünyası İbn Rüşdün fikirləri ilə mübarizə aparıblar. Məsələn, Xristiyanlar İbn Rüşdün fikirlərinin yayıldığını görəndə, hətta İbn Rüşdün fikirləri universitetlərə belə ayaq açanda, bu təbii ki, Xristiyan keşişləri, din xadimləri narahat elədi və onlar başladılar İbn Rüşdün fikirləri ilə mübarizə aparmağa. Hətta kilsə, deməli, İbn Rüşd haqqında mənim bir kitabım var, İbn Rüşd fəlsəfəsi. Deməli, bu kitabda bunlar qeyd eləmişəm, həmin məlumatları istəyənlər o kitaba müraciət edə bilərlər, orada geniş məlumat var. Deməli, hətta kilsə bir elmi heyət yaratdı. Məqsəd bu idi ki, İbn Rüşdün fikirləri araşdırılsın və bir belə deyək, rəddiyə verilsin, onun fikirlərinə əsassız olduğuna dair rəddiyələr verilsin. Yəni, xristiyanlar bu cür, xristiyan dünyası bu cür mübarizə apardı, müsəlman dünyası başqa cür mübarizə apardı, İbn Rüşdün dindən çıxdığına fətva verdilər, fəqihlər, şəriətçilər və nəticədə İbn Rüşdün kitabları yandırıldı. Yəni, o cür qiymətli əsərlər yandırıldı. Və bu tarixi reallıqdır, acı reallıqdır. Biz nə qədər, bilirsiniz, nəzəriyyə bir şeydir, praktika başqa bir şeydir. Nəzəriyyədə bəli, biz deyirik ki, din ağla üstünlük verir filan, amma praktikada bu kimi xoşagəlməz hadisələr şahid olduq ki, yəni müsəlman din adamları, bəziləri bu cür fətvalar verə bilirlər ki, bu insan dindən çıxıb azğındır və nəticədə xalq, insanlar, kütlə ki, o şəxslərə güvənirlər, ayaqlanırlar və bir insanın dəyərli bir elm adamının kitabını yandırırlar. Bu, təbii ki, çox təəssüfləndirici bir haldır. Xülasə, bu, İbn Rüşdün başına gələn hadisələr və İbn Rüşdün həyatında müşahidə etdiyimiz xoşagəlməz şeylərdir. Gələn məsələyə, İbn Rüşd haqqında olan iddia, İbn Rüşd sekulyar olub, sekularizmin təsisçisi olub, yoxsa yox? İlk öncə gəlin mən sekularizm haqqında çox qısa məlumat verim. Deməli, dostlar, sekularizm nədir? Sekularizm, bunu təbii ki, orta əsrlərdə bir növ xristiyanlığın kontekstində başa düşmək lazımdır. Çünki xristiyanlıq nədir? Xristiyanlıq, yəni dini, belə deyək, təlimləri ön plana çəkən, ağlı ikinci plana atan bir cəryandır. Və bunun müqabilində sekularizm meydana gəlir. Sekularizm nədir? Sekularizm xüsusən idarəçilikdə, dövlət idarəçiliyində, xüsusilə dövlət idarəçiliyində, politikada dinin müdaxiləsini kənarlaşdıran bir cəryandır, bir ideologiyadır. Yəni, sekularizm gəlir deyir ki, dövlətin idarəsində insan ağlı, insan təcrübəsi əsas rol oynamalıdır. Burada dinin, təbii ki, onlar din deyəndə əsasən xristiyanlığı nəzərdə tuturdular, dinin müdaxiləsi yol verilməzdir. Çünki din və ağıl arasında aşkar bir ziddiyyət var və dinin müdaxiləsi cəmiyyəti uçurma aparır, belə deyək, xoşagəlməz hadisələrin yaranmasına səbəb olur. Ona görə biz nə etməliyik? İdarəçilikdə dini kənarlaşdırmalıyıq, ağlı mərkəzə qoymalıyıq. Bu, sekularizmin əsas, belə deyək, əlamətlərindən biridir. Çünki sekularizm haqqında bəzi filosoflar, araşdırmaçılar, tədqiqatçılar deyirlər ki, sekularizm haqqında konkret bir əhatəli tərif vermək çox çətindir. Məsələn, Britannica
ensiklopediyasına baxsınız, orada bunu görə bilərsiniz. Sadəcə biz sekularizmin müəyyən əlamətlərini qeyd edə bilərik. O əlamətlər vasitəsilə sekularizmin nə olduğunu insanlara çatdıra bilərik. Yəni sekularizm deyəndə məqsəd budur. Sekularizm əsas qayəsi budur ki, dinin idarəçilikdə, xüsusən idarəçilikdə təsirini minimuma endirmək, dinin idarəçilikdəki fəaliyyətini azaltmaqdır və ya yox eləməkdir və s. Əlbəttə, bunu da qeyd edim ki, sekularizm dini yox eləmək demək deyil. Yəni, sekularizmin məqsədi dini yox eləmək, dini məhv eləmək, ateizm kimi, yəni dinə qarşı mübarizə aparmaq, dini prinsiplərə qarşı mübarizə aparmaq belə deyil. Çünki sekularizmin əsas prinsiplərindən biri də söz azadlığıdır, ifadə azadlığıdır və sekularizmdə yəni dinin yox olmasına yox, bütün dinlərə bərabər şəraitdə, eyni hüquqlu şəraitdə yaşamaq imkanı verilir, ifadə azadlığı verilir. Yəni dindar bir insan, inançlı bir insan öz fikrini təbliğ edə bilər, yaya bilər, insanlara çatdıra bilər və s. Yəni öz inandığı dinin rituallarını icra edə bilər, təbliğ edə bilər. Necə ki, sekulyar ölkələrin qanunvericiliyində biz bunu gördük. Azərbaycan qanunvericiliyində də bu var. İnsanlar inanclarını təbliğ edə bilərlər. Sadəcə olaraq sekularizm əsas məqsədi bayaq dediyim kimi dinin idarəçilikdə rolunu kənarlaşdırmaqdır. Yəni idarəçilikdə artıq dinə yol verilmir, din kənarlaşdırılır və insan ağlı, insan təcrübəsi mərkəzə qoyulur. Bu sekularizmin əsas mahiyyətidir. Və sekulyar əxlaq deyəndə də bəziləri əxlaqsızlıq kimi bunu başa düşürlər. Yəni sekulyar əxlaq yəni əxlaqsızlıq. Xeyr, sekulyar əxlaq əxlaqsızlıq deyil. Sekulyar əxlaq sadəcə olaraq insan ağlının, insan düşüncəsinin, insan təfəkkürünün təbliğ elədiyi, gəldiyi əxlaqdır. Deməli, sekulyar əxlaqda məqsəd, yəni insan ağlının təhlili nəticəsində ortaya çıxan müəyyən dəyərlər sistemidir. Nəinki sekulyar əxlaq, yəni burada dinə isnad olunmur, sırf insan ağlı mərkəzə qoyulur. Nəinki sekulyar əxlaq, yəni əxlaqsızlıq, xeyr, bu belə başa düşülməməlidir. Gələk əsas mətləbə, nə səbəb oldu ki, belə deyək, İbn Rüşd sekularizmin təsisçisi hesab olundu? Baxın, bayaq bir məsələni qeyd elədim, orada bir məsələni də əlavə edeyim. Deməli, İbn Rüşdün fikirləri dediyim kimi müsəlman cəmiyyətində demək olar ki, filosoflar arasında İbn Rüşdün fikirlərinə isnad olunmurdu. İbn Rüşdün fikirləri, dostlar, ərəb cəmiyyətində son illərdə aktiv olmağa başladı. O da necə oldu? Deməli, şərqşünaslar başladılar İbn Rüşd haqqında müəyyən araşdırmalar aparmağa, xüsusən bəzi şərqşünaslar ki, onların İbn Rüşd haqqında müstəqil əsərləri də var idi. Ernest Renan kimi məsələn. Onlar İbn Rüşdü sekularizmin, intibahın təsisçisi kimi qələmə verməyə başladılar və belə bir təşviqat, təbliğat proqramı üzərində çalışırlar ki, ərəb cəmiyyətlərdə əgər belə deyək, mövhumatdan, geriçilikdən qurtulmaq istəyirlərsə, o zaman İbn Rüşdün fikirlərini əsas almalılar. Və biz ərəb cəmiyyətində müxtəlif yazıçıların İbn Rüşdün fikirlərini əsas aldığını, təbliğ etdiyini görə bilirik. Məsələn, Fərah Anton kimi, Nasir Əbu Zeyd kimi bunlar da başladılar İbn Rüşdün fikirlərini sekularizmlə əlaqələndirməyə və onu təbliğ etməyə. Və ona görə görürük ki, biz son dövrlərdə İbn Rüşd haqqında yazılan əsərlər çoxaldı. Yazıçılar başladılar İbn Rüşdün əsərlərini araşdırmağa, tədqiq etməyə, onun fikirlərini yaymağa, təbliğ etməyə. İndi bəziləri dediyim kimi aydınlanma tərəfdarı olanlar, reformistlər İbn Rüşdü bu cəhətdən təbliğ edirlər ki, İbn Rüşd sekulyar olub, ona görə bizim onun fikirlərini təbliğ etmə ehtiyacımız var. Bəziləri də yox, başladılar İbn Rüşdü müdafiə etməyə ki, xeyr, İbn Rüşd bu bəzi reformistlərin iddia etdiyi kimi sekulyar ağlı müdafiə etməyib, sekularizmi müdafiə etməyib. Əksinə İbn Rüşdün düşüncələri tamamilə dinlə uzlaşır və s. Ona görə bu məsələni bilmək lazım ki, İbn Rüşdün fikirləri, əsərləri niyə son bu 50 ildə, 60 ildə daha da aktivləşməyə başladı, daha da geniş müzakirə olmağa başladı? Səbəb dediyim bu məsələ idi. İndi gələk əsas məsələyə görə İbn Rüşd nəyə görə sekularizmlə əlaqələndirilir? Baxın, burada bir neçə məsələ var. Mən sadəcə İbn Rüşdün bir kitabından, Fəsul Məqal kitabından bir sitat gətirmək istəyirəm ki, İbn Rüşd məsələn, hansı fikirdə olub ki, insanlar onun əsərlərindən bu nəticəni çıxarıblar ki, İbn Rüşd sekulyar olubdur. Burada bir başlıq var, Ət-təvafuq beynəl-məquli vəl-mənqul. Yəni, din və ağlı arasında uzlaşma. İbn Rüşd deyir ki, وَإِذَا كَانَ الْفَقِيهِ يَفْعَلُ هَذَا فِي كَثِيرٍ مِنَ الْأَحْكَامِ الشَّرْعِيَّةِ. Əgər bir fəqih bir çox şəri hökmlərdə bunu edirsə, burada bunu edirsə də məqsəd təvildir, yozumdur. فَكَنْ بِالْحَرِيَّ أَنْ يَفْعَلَ ذَلِكَ صَاحِبُ الْبُرْهَانِ. Burada sahibul burhandan məqsəd, dostlar, yəni filosofdur. Deməli, bunu burhan sahibi, yəni filosof da etməlidir, yəni yozum. فَإِنَّ الْفَقِهِ إِنَّمَا عِنْدَهُ قِيَاسٌ ظَنِّ وَالْعَارِفْ عِنْدَهُ قِيَاسٌ يَقِينِ. Burada
önəmli bir mətləb var. Bu ki, fəqihin gəldiyi nəticə qiyas nəticəsində və ya isnad elədiyi argumentasiya zənn meydana gətirir. Yəni fəqihin isnad etdiyi dəlillərdən çıxan nəticə ancaq zəndir. Amma arifin isnad elədiyi argumentasiya, dəlil, bunlar yəqin doğurur. Niyə? Çünki arifdə məqsəd filosofdur. Çünki fəlsəfədə filosofların isnad etdiyi argument bu məntiqdə qeyd olunduğu kimi, bunun şərtləri məntiqdə qeyd olunur. Elə bir nəticə gətirir, elə bir nəticə doğurur ki, o artıq 100%lik yəqin, insanı 100%lik yəqinə çatdırır. Burada artıq şəkkə, şübhəyə yeri yoxdur. Ona görə İbn Rüşd burada müqayisə aparır. Yəni bir fəqihin gəldiyi nəticə zənn doğurur. Burada zəndən məqsəd olsa güman, şək, tərəddüd deyil. Bu cəmiyyətdə örfdə başa düşülən məna deyil. Burada zəndən məqsəd məntiqi termindir. Yəni əsaslandırılmış fikir var ortada, sadəcə olaraq 100%lik yəqin deyil. Buyurur ki, İbn Rüşd fəqihin gəldiyi nəticə zənn doğurur, amma filosofun gəldiyi nəticə yəqin doğurur. Və nəhnu naqta'u qat'an ənə kullə mə əddə iləyhil burhan və xalafəhu zahiru şər ənə zəlikə zahir yəqbəlu təvil alə qanuni təvilil arabi. Baxın, əsas mətləb buradadır. Deməli, fəqihin gəldiyi nəticə dini mətnlərə isnadən, gəldiyi nəticə, əldə etdiyi nəticə zənn doğurur, amma burhan sahibi, yəni filosofun gəldiyi nəticə yəqin doğurur. İndi əgər bu ikisi arasında bir ziddiyyət yaranarsa, yəni ziddiyyət yəni də formal ziddiyyət təbii ki, məsələn, ağıl bir neçəyə çatdı, dindən anladığımız, dini mətnlərdən anladığımız bir məna bu ağlın çatdığı nəticə ilə uzlaşmır, bir ziddiyyət var. İbn Rüşd deyir ki, bu kimi hallarda biz o dini mətni, dindən anladığımız mənanı təvil etməliyik. Aydında alə qanuni təvil arabi, ərəb dilinin qanunlarına, təvil qanunlarına uyğun olaraq biz nə etməliyik? Təvil etməliyik. Yəni nə demək istəyir? Yəni demək istəyir ki, əgər dinin zahiri ilə ağıl arasında bir ziddiyyət yaranarsa, o zaman ağıl önə keçirilməlidir. Və hədil qadiyyə la yəşukku fiyhə muslimun və la yərtəbu bihə mu'minun. Belə bir hadisədir ki, elə bir məsələdir ki, burada müsəlman şəkk eləməz və bir mömin buna şübhə duymaz. Baxın, İbn Rüşdün bu fikri səbəb oldu ki, bəziləri İbn Rüşdü sekulyar adlandırırlar. Sekularizmin təsisçisi hesab edirlər. Niyə? Çünki ağıl və din, bunlar arasında zahirdə, formal da olsa bir ziddiyyət yaranarsa, ağıl önə çəkilməlidir. Və müasir ərəb reformistlər də bunu önə çəkdilər ki, bu gün ərəb cəmiyyətində mövcud olan geriliyin əsas qaynağı dinin zahiri hökmləridir. Əgər biz istəsək bu gerilikdən qurtulaq, o zaman nə etməliyik? Ağlı önə çəkməliyik. Və burada İbn Rüşdü, indi İbn Rüşd siması, İbn Rüşd adına niyə təkid edirlər? Çünki İbn Rüşd nəticədə müsəlman cəmiyyətində qəbul olunan, məqbul hesab olunan böyük bir şəxsiyyət, yəni onun adının arxasına bir növ sığındılar və İbn Rüşdü önə verərək nə edilər? Bu fikri təbliğ etməyə başladılar. Yəni bu düşüncədə olan insanlar təbii ki, İbn Rüşdsüz də bu fikri təbliğ edə bilərdilər, amma təsir baxımından İbn Rüşdün adını önə çəkib bunu təbliğ etmək təbii ki, bu daha təsirlidir. Ona görə biz nəyi görürük burada? İbn Rüşdün fikirlərinə istinad, vurğunu burada xüsusilə görə bilirik. Deməli dostlar, aydın oldu. İbn Rüşd niyə sekulyar olmaqla, sekularizm fikrinin daşıyıcısı olmaqla, təsisçi olmaqla belə deyək, itham olunur. Bunu mən itham deyirəm, nəyə görə izahını verəcəm. İndi gələk məsələyə ki, İbn Rüşd həqiqətən sekulyar mı olub? Baxın, bayaq İbn Rüşd sekularizmin tərifini verdim. Sekularizm yəni idarəçilikdə, xüsusilə idarəçilikdə və digər sahələrdə dinin kənarlaşdırılmasıdır. Burada ağlın mərkəzə qoyulmasıdır. Baxın, bu mənada İbn Rüşd təbii ki, sekulyar olmayıb. Nəyə görə? Çünki İbn Rüşd nəticədə qazi olubdur. Qəzavət hökmünü icra edən bir şəxs olubdur, qazi olubdur, dövlətin ən önəmli bir postuna yiyələnibdir və İbn Rüşd orada qazi olarkən təbii ki, şəriət hökmləri ilə nə edirdi? Hökm edirdi. Çünki mən bayaq dedim, İbn Rüşd həm də böyük bir fəqih olubdur. Fəqih nə deməkdir? Yəni, dini mətnlərdən hökm çıxaran bir şəxs olubdur. İbn Rüşd dövlətdə o yüksək vəzifədə vəzifə sahibi olarkən özü dinin hökmləri ilə hökm edibdir. Yəni, belə bir insana biz necə deyə bilərik? Bu insan sekulyar olubdur. Bəli, İbn Rüşd deyir, ağılla, məsələn, dinin hökmləri bir-birindən ziddiyyət təşkil edərsə, burada məqsəd şəriət hökmləri deyil, ibadət o bölümünə daxil olan şəriət hökmləri deyil. Burada digər məsələlərdir. Məsələn, Allahın varlığı, isbatı dəlilləri olsun, peyğəmbərlik məsələsi olsun, nə bilim, axirət məsələsi olsun, dünya haqqında olan məsələlər olsun və s. Yəni, İbn Rüşd bu məsələlərdə deyildi ki, bəli, ağılla din arasında bir uyğunluq olmasa, bir uyuşmazlıq olsa, nəsə bir fikirlər haşalansa, o zaman ağıl, o da ağıl hansı ağıl? Təbii ki, fəlsəfi ağıl, yəni
istənilən ağıl yox, fəlsəfi ağıl. O ağıl ki, orada burhan var. Burhan yəni nə? Yəni məntiqi dəlillər, argumentasiya var. Nəticə 100%-dir. O ağılla əgər tutalım dinin hansısa bir zahiri hökmü ziddiyyət təşkil edərsə, o zaman ağıl önə çəkəcək. Nəinki istənilən ağıl gəlsin desin ki, bu mənim ağlıma ziddir, ona görə mən burada təvil, xeyr, belə bu yanlış anlaşmadır. Bu məsələdə bəli, İbn Rüşd nə edirdi? Deyirdi, biz təvilə yol verməliyik, yozuma yol verməliyik, yozum lazımdır. Amma şəriət hökmlərinə gələndə təbii ki, İbn Rüşd özü dövlətdə o post tutarkən, vəzifə tutarkən özü şəriət hökmləri ilə hökm edirdi. Bu bir məsələ. İkinci bir məsələ budur ki, bu hökmü, bu sözü, bu fikri deyən təkcə İbn Rüşd olmayıbdır. Bunu digər filosoflar da deyiblər, hətta digər teoloqlar da, kəlam alimləri də deyiblər. Məsələn, Nəsrəddin Tusi kimi, onun tələbəsi Əllamə Hilli kimi və ondan sonra yaşayan digər teoloqlar da Nəsrəddin Tusidən təsirlənərək, filosoflardan təsirlənərək bu fikirdə olublar ki, ağılla, fəlsəfi ağıldır məqsəd, ağılla şəriətin hansısa bir zahiri hökmü ziddiyyət təşkil edərsə, o zaman burada nə etməliyik? Ağla üstünlük verməliyik. Deməli, İbn Rüşdün burada, çünki İbn Rüşdün biz fikrini izah ediriksə, bunu İbn Rüşdün kontekstində izah etməliyik. Yəni İbn Rüşd məsələn özü həyatında bunu tətbiq edib ya yox. Əgər İbn Rüşd özü dövlətin önəmli bir vəzifəsində, postunda bu vəzifəni icra edərkən şəriət qanunlarına əsas alıbsa, biz necə deyə bilərik ki, İbn Rüşd sekulyar olubdur. Ona görə burada bu məsələyə diqqət etmək lazımdır. İbn Rüşd özü bunu tətbiq edib ya yox. İkinci məsələ də ki, bu fikir təkcə İbn Rüşdlərə məxsus deyil. Bəli, burada bir məsələ var. O da budur ki, kimsə gəlib deyə bilər ki, biz iddia etmirik İbn Rüşd sekulyar olubdur. Xeyr, sadəcə olaraq İbn Rüşdün bu fikri bizdə bir yeni bir idea yaratdı və biz nəticədə İbn Rüşdün bu fikrini əsas alaraq sekularizm adlı bir yeni bir cəryanı təsvir etdik. Bu başqa məsələ. Bunu kimsə iddia edirsə, bu düzdür, yerindədir, bundan işimiz yoxdur. Yəni tutalım o dövrün reformistlərindən soruşsaq ki, siz nəyə əsasən İbn Rüşdün sekulyar olmaqla və ya müasir reformistləri sorğulasaq ki, siz nəyə əsasən İbn Rüşdü sekulyar adlandırırsınız? Əgər bizə desələr ki, məqsədimiz budur ki, İbn Rüşd elə bir fikir ortaya atıb ki, bu bizdə yeni bir idea yaratdı, yeni bir cəryanın formalaşmasına səbəb oldu. Bu mənada bəli, doğru deyirlər. İbn Rüşd sekularizmin bu mənada banisi ola bilər. Yəni burada sekularizmin banisindən məqsəd, təsisçisindən məqsəd bu deməkdir ki, o adam da sekulyar olub. Sadəcə onun fikirləri sekularizmin yaranmasına səbəb olub. Əgər belə desələr, bu hardasa məqbul hesab oluna bilər. Amma yox desələr ki, xeyr, İbn Rüşdün özü də sekulyar olub, özü də sırf bugünkü mənada sekularizmin inancında olub, o təbii ki, düz deyil. İbn Rüşd bu mənada sekulyar olmayıb. Belə, dostlar, İstədim bugün bu barədə danışım. Nəsə fikriniz olsa, maraqlı və ya iradınız, təklifiniz olsa, rəy bölümündə zəhmət olmasa yazın. Hələlik.